Eyb yox, vecinə alma. Məsələn, valideynə uşaq deyir ki, mən bugün məktəbdə heç kim məndən danışmadı. Deyirsən ki, boş ver, olmazsa dərslərini oxu. Dərslərimi oxuyum. Amma sən işə getdin, işdə heç kim səndən danışmadı. Deyəcəksən, eyb yox, olmazsa yemək bişirim. Yox, çünki bu hissi ehtiyacdır. Hər kəsin görülməyə ehtiyacı var. Xüsusilə sosial mühitdə, iş kollektivində, məktəbdə, bağçada. Kollektiv onun gələcək fraqmanıdır da əslində. Məktəbdən öyrənir kollektivi. Dərs oxumaq başqa bir sahədir. Bunu buna qatmaq lazım deyil. Yəni sənin bugün səndən danışmadılar. Nə hiss elədin? Belə hiss elədim. Özümü görülməmiş hiss elədim. Haqlısan, mən də olsam mən də elə hiss edərdim. Səncə bu nə ilə bağlıdır? Filan şeylə bağlı. Düzəldə bilərsənmi? Belə düzəldə bilərik. Düzəldə bilməzsənsə, onda sən öz yoluna baxmalısan. Mütləq sabah səndən danışan biri tapılacaq. Yəni uşağın hisslərini yox saymaq, ona o hisslə necə davranacağını öyrətməmək deməkdir. Ona görə bu uşaq böyüyür, hansısa uğursuzluq yaşayanda, hansısa kollektivdə kənarlaşdırılanda bununla nə edəcəyini bilmir. Bunu necə reaksiya verəcəyini bilmir.